İlk növbədə qeyd etmək lazımdır ki, Türkiyədə keçirilməsi gözlənilən idi. Çünki hələ bir müddət öncədən də xəbərlər yayılırdı ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Donald Trumpla telefon danışığında bu məsələ müzakirə olunub. Ardınca Hakan Fidan Amerikalı həmkarı ilə danışıqlarında da bu məsələ gündəmə gətirildi. Və nəzərə alsaq ki, son dövrlər İran və Türkiyə arasında da diplomatik təmaslar xeyli intensivləşib və həm telefon danışıqları, həm ziyarətlər bunu deməyə əsas verir. Eyni zamanda Türkiyə İrana hücumun qəti əleyhdarlarından biri kimi çıxış edib və bu məsələdə də mövqeyi bir mənalı şəkildə ifadə edib və Türkiyənin yanaşmasına görə bu məsələ masa ətrafında həllini tapa bilər. O baxımdan Türkiyə mətbuatında da yayılan məlumatlara görə Türkiyə tərəfi İran tərəfini də buna razı salmağa xeyli əmək sərf edib və nəhayət razı olublar. Araqçının son demək səfəri zamanı və ardınca da bilirsiniz ki, Türkiyə prezidenti İran prezidenti ilə telefon danışığı apardı və bu məsələlər orada razılaşdırıldı. Bu danışıqlarda savaşın durdurulması üçün hansısa bir masada razılıqlar əldə olunacaqmı? Açıqcası onu indidən demək çox çətindir. Çünki Amerika Birləşmiş Ştatlarının irəli sürdüyü 5 şərtdən əksəriyyəti İran üçün qəbul olunmaz sayılır. Birincisi, İranın öz nüvə proqramından tamamilə imtina etməsi tələb olunur. İran buna gedəcəkmi? Açıqcası hazırki rejimin buna getməsi mümkün görünmür. İkincisi, zənginləşdirilmiş təxminən 400 kiloqrama qədər uranın üçüncü bir ölkəyə, Rusiya, Türkiyə istənilən başqa bir ölkəyə verilməsi ilə bağlı bir tələb var. Yəni o demək material İrandan kənara çıxarılmalıdır. İran tərəfi hələlik bu günə qədər açıqlamalarında bunu istisna edir. Amma düşünürəm ki, bu mümkün ola bilər. Yəni bu variantda bəlkə də İran razılaşa bilər hansısa bir şərtlərlə. Üçüncüsü, birisi ki, ballistik raket istehsalının dayandırılması, İranın hal-hazırda əlində olan o potensialın azaldılması və ballistik raketlərin uçuş məsafəsinin qısaldılmasından söhbət gedir. Yəni Amerika Birləşmiş Ştatlarının tələb ondan ibarət ki, bu raketlərin uçuş məsafəsi İsrailə çatmamalıdır. Və İran bundan imtina eləyəcəkmi? O da böyük bir şübhə yaradır. Nədən buna gedəcəyi, getməyəcəyini sonra izah etməyə çalışacaq. Və nəhayət İranın proksi qüvvələrə yaxın Orta Şərqdə Hizbullah, Həmas, Həşd-i Şaibi olsun, Husilər və digərləri olsun, onlara dəstəyinin tamamən kəsilməsi tələbi var. İran buna gedəcəkmi? Açıqcası bu da müəmmalıdır. Və beşinci, təbii ki, o çox ciddi artıq önəm daşımır. Çünki Donald Trumpın, Amerika Birləşmiş Ştatlarının əsas tələbi ondan ibarətdir ki, İran etirazçılara edam həyata keçirməsin, amma faktiki özlərinin təsdiqlədiyi 3117 nəfər artıq qətlə yetirildi, rəsmən təsdiqlənir. Amma qeyri-rəsmi məlumatlara görə daha çox iddialar demək, səslənir ki, daha çox ölən var və onlar hələ bildirilmir və s. İranın bu tələbləri bir mənalı şəkildə qəbul etməsi faktiki olaraq İranın bugünə qədər apardığı 40 illik siyasətin nəticəsinin heçə endirilməsi kimi qəbul olunacaq rejim tərəfindən. Rejimin xüsusilə də mühafizəkar adlandırılan sərt xətt tərəfdarları bunun əleyhinə gedəcəklər. Çünki ona görəmi indiki mərhələdə Pezeşkiyanı önə çəkdilər? Yəni Pezeşkiyan bu gün əmr verdi ki, Birləşmiş Ştatlarla danışıqlar baş tutsun. Bunu təbii ki, prezident olaraq bu səlahiyyətləri həyata keçirdi. Amma biz daim Xamneyinin öndə olduğunu və onun bəyanatlarını eşidirik. İndi isə Xamney sanki bir adım geri çəkildi. Xüsusilə də etirazlardan sonra sanki bir səssizliyə çəkilib. Düzdür, indi elə etirazlarla bağlı da bir son dəqiqə açıqlaması var məndə Xamney ilə bağlı. Az sonra təbii ki, onun tamaşaçıların diqqətinə çatdıracağım. Amma indi Xamneyinin geri addım atıb Pezeşkiyanı qabağa verməsi nədən xəbər verir? Önə çəkməsi, Birləşmiş Ştatlar yoxsa bəlkə bunu tələb kimi qoyub ki, ancaq Pezeşkiyanla biz danışıqlar apara bilərik? Yox, düşünmürəm ki, Amerika Birləşmiş Ştatları elə bir tələb qoysun. Amerika Birləşmiş Ştatları üçün vacib olan o ki, İranla hansısa bir razılaşmaya gəlsin və hərbi əməliyyatlara ehtiyac qalmasın. Təbii ki, Amerika Birləşmiş Ştatları rejimin zəiflədilməsində, mümkün olarsa onun dəyişdirilməsində, başsızlaşdırılmasında maraqlıdır. Xüsusilə də Xameneyinin getməsini istəyir və bunu da heç gizlətmirlər, açıq şəkildə də bunu ifadə edirlər. Amma Pezeşkiyanın önə çıxması əslində bu etirazlardan sonra diqqət edirsə daha çox kim hədəfə götürüldü?
Xamenei və diktatora ölüm və s. şüarlar səsləndirildi. Və Pezeşkiyan elə ilk gündən də etirazçıların tələblərinin əksəriyyətinin haqlı olduğunu bildirdi və məsuliyyətin əslində etirazçılarda yox, hakimiyyətdə olduğunu bəyan etdi və mümkün qədər ortamı yumuşaltmağa çalışdı və hətta o zaman bilirsiniz ki, etirazçıların bəzi nümayəndələri ilə də görüşlər keçirildi, olan tələblər də qəbul olundu. Amma ümumiyyətlə Pezeşkiyanın önə sürülməsi bilirsiniz ki, bu etiraz aksiyaları yekunlaşmaq ərəfəsində baş verdi. Əli Xamenei özünün çıxışlarının birində prezidentə qarşı hansısa təhqiramiz davranışların və ifadələrin səslənməsinin qəbul edilməz olduğunu söylədi və ona dəstək verilməsini istədi. Yəni bundan sonra Pezeşkiyan biraz daha deyək ki, ona rolu artırıldı. Çünki Sepahla kimsə danışığa gedəsi deyil. Xüsusilə də onun başındakı şəxslərlə, sərt xətt tərəfdarları ilə olsun, Şamxani olsun, digərləri olsun, yaxud Larijani, yaxud Nəhavəndiyan və s. Hətta Avropa ümumiyyətlə terror təşkilatı kimi qiymətləndirir Sepahı. Onsuz da bilirsiniz ki, Amerika Birləşmiş Ştatları 6-7 il öncədən Sepahı terror təşkilatı olaraq tanımışdı. İndi Avropa İttifaqı tanıdı və bu əslində çox kifayət qədər ciddi nəticələrə səbəb ola biləcək addımlardır. Bu faktiki olaraq İranda paralel ordunun bir terror təşkilatı olaraq qiymətləndirilməsi və o cür tanınması həm onun özünün fəaliyyətinə və hüquqi statusuna kifayət qədər ciddi problemlər yarada biləcək və eyni zamanda bu Sepahla əlaqəsi olan şirkətlər, şəxslər və s. onların özlərinin hüquqi baxımdan həm toxunulmazlıq, həm də onların mal varlıqları ilə bağlı məsələlərə ciddi şəkildə təhlükə yarana bilər. O baxımdan kimsə Sepahla bu saat danışıq aparmaq niyyətində deyil. Amma Pezeşkiyan və onun komandası Qərblə dialoq tərəfdarı kimi çıxış etdiklərindən məhz hal-hazırda həm də rəsmi olaraq danışıqları aparacaq elə tərəf də hökumət üzvləri olaraq Xarici İşlər Nazirləri və digər səlahiyyət verilmiş şəxslərdir. O baxımdan Pezeşkiyanın müəyyən qədər rejim başçısı tərəfindən çizilmiş çərçivədə o da ancaq o çərçivə içində yəni son qərar onsuz da dini liderin yanında qəbul olunacaq və onların razılığı ilə baş verəcək. Bütün hallarda mən Ankaradakı bir dəfəlik görüşlə hansısa böyük nəticələrə gəlinəcəyini düşünmürəm. Müəyyən hansısa bir kiçik məsələlərdə razılaşma ola bilər və hər iki tərəf üçün əslində hesab edilən zaman uzatmaq baxımından bəlkə də əlverişlidir. İran daha çox müdafiə yaxşı hazırlaşmaq üçün bu zamandan istifadə edə bilər. Həm də zaman uzandıqca bu gərginlik riski azala bilər və Trump təbii ki, müəyyən qədər zaman uzatmaqla həm də İran tərəfinin nəbzini yoxlamaq, onların zəif tərəflərini biraz daha yaxşı öyrənmək və əməliyyatlara daha yaxşı hazırlaşmaq üçün də istifadə edə bilər. Amma realdırmı ümumiyyətlə əməliyyatlar? Yəni düzdür, ortada böyük bir təhdid var. Amma biz dəfələrlə bunun şahid olmuşuq. Sanki kulisdə razılaşdırırlar, ortada belə bir səhnəcik oynanılır. Məncə bu dəfə səhnəcikdən daha çox müəyyən bir reallıqlar var. Donald Trump əslində müəyyən hədəflərə çatmaq üçün məsələn İrana təhdid edir. Əslində bu təhdidlər digərlərinə tətbiq olunub müəyyən effekt vermiş bir variantdır. Necə ki, Qrenlandiya ilə bağlı Amerika Birləşmiş Ştatları müəyyən təhdidlər etdi. Avropa, o cümlədən NATO tərəfdaşları ondan masaya oturdular, müəyyən razılaşmalar əldə olundu. Doğrudur, Donald Trumpın istədiyi 100% verilmədi, amma böyük ölçüdə istəklərini aldı. Xüsusilə də Qrenlandiyada hərbi baza əvəzinə bazaların qurulması, təhlükəsizlik sisteminin tamamən ABŞ-ə həvalə edilməsi və bunun qeyri-müəyyən müddətə ABŞ-ın ixtiyarına verilməsi kimi məsələlər var ki, bu kifayət qədər hazırki mərhələdə Amerika üçün uğurlu idi. Digər bir təhdid Venezuela qarşı həyata keçirildi və içəridən də müəyyən əl almalarla Maduro'nun deyək ki, qarşı bir Maduro əməliyyat aparıldı, o həbs olunaraq Amerikaya aparıldı və burada da... Çox gözəl ifadə vurğuladınız. İçəridən bir əl tapdılar sanki. O əllə birlikdə Maduronu oradan götürə bildilər. Bunu İranda edə bilmədilərmi?
etirazlar zamanı? Ona görəmi Birləşmiş Ştatlar etirazları daha çox bilirsiniz, ümumiyyətlə müdaxilə etirazlar zamanı gözlənilirdi. Amma bu baş vermədi. Özlərinə dəstək mi tapa bilmədilər? Məncə etirazlar vaxtı nə Amerika Birləşmiş Ştatları, nə də İsrail buna hazır deyildir. Məncə bu etirazların Amerika və İsrail tərəfindən planlaşdırıldığı bağlı iddialar çox da həqiqəti əks etdirmir. Çünki onların marağı ola bilərdi. Amma planlaşdırılsaydı, siz deyən kimi eyni zamanda elə əməliyyatlar da paralel gedə bilərdi. O baxımdan məncə Amerika və İsrail bu etirazlara hazırlıqsız yaxalandılar. Baxmayaraq ki, bu etirazlar diqqət edirsə Donald Trump və Netanyahu'nun Florida'dakı görüşündən dərhal sonra baş verdi. Amma yəni bu hazırlıq olsaydı fərqli addımlar atıla bilərdi. Ona görə də diqqət edirsə Amerika Birləşmiş Ştatlarının hərbi gücü bölgəyə bir neçə gün öncə toplanmağa başladı və əlavə qüvvələr də gəlməkdədir və İrana əslində bu gücü göstərməklə müəyyən istəklərini almasını istəyirlər. Məncə Amerika Birləşmiş Ştatları plankanı çox yuxarıdan maksimumdan tutaraq müəyyən razılaşmalar əldə etmək istəyir. Bunlardan ilk növbədə mən düşünürəm zənginləşdirilmiş uranın İranın əlindən çıxarılması. Çünki zənginləşdirilmiş uran, bunu mütəxəssislər daha yaxşı izah eləyə bilər, nüvə silahı yaratmağa çox yaxın bir mərhələ hesab olunur. Yəni qısa bir zaman kəsiyində bunu etmək mümkündür. Ona görə Amerika və İsrail istəyir ki, azından bu məsələ deyək ki, həllini tapsın. Bundan başqa ballistik raketlərlə bağlı məsələdə hansısa bir uzlaşma ola bilər. Onun məsafə məsələsi müəyyən qədər öz həllini tapa bilər deyə düşünürəm. Potensialın müəyyən qədər azaldılması ilə bağlı hansısa bir müzakirə aparıla bilər. Amma ümumən nüvə proqramının dayandırılması məsələsi real deyil. Çünki bu yeni bir proqram deyil. İran əslində 50 ilə yaxında bu proqramla məşğul olur. Çünki hələ Sovetlər Birliyi dönəmində də ondan qabaq Amerika Birləşmiş Ştatları ilə İran çox yaxın olarkən də məsələlər müzakirə olunmuşdu. Amma sonraki dövrdə Sovetlər Birliyinin köməyi ilə atom elektrik stansiyalarının tikintisi ilə bağlı addımlar atılmışdı. Yəni bu yeni bir məsələ deyil. Yəni İran 50 illik bir proqramdan geri dönməsi real görünmür. Bəs bir qədər öncə əslində toxundunuz siz bu mövzuya, uranın saflaşdırılması və daha doğrusu saflaşdırılmış uranın köçürülməsi məsələsi Rusiya və Türkiyəyə. İran buna razıdırmı? Görünür belə bir təklif artıq bəlkə elə Birləşmiş Ştatlar tərəfindən ortaya atılmış bir fikirdir. Nəbz ölçürlər bəlkə? Və yaxud Rusiya maraqlıdır bunda. Çünki Dmitri Peskovun açıqlaması var idi bununla bağlı. Əslində hesab edirəm ki, Rusiya bu məsələdə iştirak edə bilər. Ən azı Amerika Birləşmiş Ştatlarının bu tələbinə Rusiya müsbət isti yanaşa bilər. Biz onu hiss edirik. Bəli. Və əslində Amerika Birləşmiş Ştatları ilə müəyyən anlaşma əldə olunsa, Rusiya İranın müəyyən maraqlarının qurban verilməsinə göz yumacaq. Baxmayaraq ki, strateji tərəfdaşdılar. Amma heç fərq eləmir. Yəni Rusiya öz maraqlarına oynayacaq. O baxımdan Amerika ilə Rusiya arasında bununla bağlı hansısa bir müzakirə və yaxud razılaşmanın olduğu istisna deyil. Xüsusilə də Alyaskadakı görüşdə görünən odur ki, müəyyən məsələlər ki, razılaşdırılıb, elə ola bilsin, bəlkə də biri də bu məsələ idi. Yəni, bu çox da böyük bir problem yaradan məsələ hesab olunmur. Bu istisna deyil. Türkiyəyə onun köçürülməsini açıqcası mən real hesab eləmirəm. Türkiyənin belə bir praktikası varmı? Təcrübəsi varmı? Yox, Türkiyənin özündə hələ bilirsiniz ki, atom elektrik stansiyası Rusiyanın iştirakı ilə inşa olunmağa başlayır. Doğrudur, Türkiyə ərazisində nüvə silahı olub vaxt ilə. Amma bu Amerika Birləşmiş Ştatlarının NATO-ya məxsus silahlar olub. Bu Türkiyənin özünə məxsus deyil. Çünki Türkiyə nüvə dövləti deyil və o təcrübəsi də yoxdur. Ona görə digər tərəfdən həm də İranın özünün axı Türkiyə münasibəti bir mənalı müsbət deyil. İran hər zaman Türkiyəni özünün bölgədə əsas rəqibi görür və elə onun zəiflədilməsi üçün də çox müxtəlif addımlar atır. Biz də bunu sadalamağa məncə ehtiyac yoxdur. O baxımdan əgər bu nüvə demək zənginləşdirilmiş uranın ölkədən çıxarılması məsələsi variant üzərinə gələcəksə, məncə İran Rusiya variantına daha çox üstünlük verə bilər. Əgər bu razılaşma olacaqsa. Yaxşı, deyək ki, o saflaşdırılmış uran köçürüldü Rusiyaya. Onun söz haqqı kimdə olacaq? Qərar haqqı kimdə olacaq? Təbii ki, ölkədən çıxırsa, onun elə səlahiyyət imkanları İranda qalmır. Bu, beynəlxalq atom enerjisi agentliyinə də verilə bilər. Yaxud ABŞ, Rusiya
arasında da bu müzakirə oluna bilər, yaxud BMT-də Təhlükəsizlik Şurasına həvalə ola bilər. Amma məncə daha çox Amerika Birləşmiş Ştatlarının təxminən 6 ay öncəki tələbi nə idi? Onun beynəlxalq nəzarətə verilməsi. Beynəlxalq nəzarət isə Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən həyata keçirilir. Amma İran buna razılaşacaqmı? Çünki bu agentliklə İran arasında münasibətlər heç də hamarı deyil, birisi ki. Bəli. Bir də biz bayaq danışdıq, bu hərbi yolla həll oluna biləcəyi prosesdə ki, İran geri addım atdı. Fikir verdirsə, İran əslində dedi ki, biz danışıqlara hazır olduğumuz qədər hərbi bütün yollara da hazırıq. İstənilən cavabı verəcək, elə balistik raketlərdir, hərbi təchizatdır, təmin etdilər ora, həmin o körfəz ətrafına. Amma dediyimiz kimi nə baş verdi? Təhlükəni hiss etdiyi anda Rusiyanın qapısını döydü, Türkiyənin qapısını döydü və danışıqlar yolu ilə gəlin həll edək deyildi. Bu o deməkdir ki, İran o sadaladığınız 4 şərtə artıq müəyyən dərəcədə razılıq veribmi, kompromisə getməyə hazırdırmı? Məncə İran hələlik kompromisə tam hazır deyil. Sadəcə olaraq İran diplomatiyasına Bəlkə Xamneyi hakimiyyəti üçün ehtiyat elədiyi, qorxduğu üçün belə bir addıma gedir. Məncə Xameneyin artıq məsələsi zaman məsələsidir. Çünki ən azı yaş baxımından və səhhət baxımından çox uzun sürməyəcək bir məsələdir və İran daxilində də görünən olur ki, bunun kifayət qədər ciddi müzakirələr getməkdə sadəcə olaraq zaman gözlənilir. Çünki indiki şəraitdə onun dəyişdirilməsi, əvəzinə yeni birisinin gəlməsi rejim üçün heç də belə də qürurlu bir hadisə olmaz. Əslində bu biraz da sanki onların qüruruna toxunmuş kimi olacaq. Ona görə də hər vəclə onu qoruyacaqlar. Amerika Birləşmiş Ştatları ilə bir formada razılıq əldə olunsa, ya bu savaş yolu olacaq, ya danışıqlar masası olacaq. Bu məsələ müəyyən qədər yoluna qoyulandan sonra artıq hakimiyyət məsələsinə, yəni lider məsələsinə baxıla bilər. Orada başqa senarilər də ola bilər. Açıqcası hansısa bir... Yəni, bilirsiniz, orada müxtəlif şəxslərin dini lider roluna iddiaları var. Son dövrlər diqqət edirsə, Xomeynin nəvəsi önə çıxarılır. Daha çox açıqlamalar verilir. Vaxtilə onun da adı dini lider kimi, gələcək namizədlərdən biri kimi nəzərdə tutulurdu. Xameneyin oğlunun da adı keçirdi və digər bir neçə nəfərin adı da keçirdi. Amma görünən odur ki, əgər lider dəyişikliyi olacaqsa, dini rəhbər elə daha çox məncə Xomeyninin nəvəsinin imkanları daha qabarıq görünməyə başlayır. Çünki adam aktiv şəkildə artıq fəaliyyət göstərir və Xameneyi ilə birlikdə Xomeyninin məzarını ziyarət elədilər. Bu əslində müəyyən bir həm də elə mesaj deməkdir məncə. Digər məsələ əslində orada hərbi çevriliş məsələsi də ola bilər ki, hərbiçilərin, daha doğrusu Sepahın bir hərbi diktaturası kimi də o da bir yəni ən az ehtimal olunan variantdır. Amma bu da mümkün variantlardan biridir. Nəzərə alsaq ki, Sepah özü birbaşa konstitusiyaya görə dini liderə, vilayəti fəqihə tabedir, yəni Xameneyiyə tabedir və ona da sadiqdir. Bu ana qədər hansısa bir biz fərqli davranışı görmürük, amma hansısa bir şərtlərdə ölkə üçün çətin durumda yaxud hansısa belə onların ağrılı hesab etdiyi güzəştlər məsələsi gündəmə gələrsə, o variant istisna olunmaya bilir. Amma başqa variantlar da mümkündür. Çünki ola bilsin ki, Amerika və İsrail kəşfiyyatı da İranda axı bilirik ki, ən azı 12 günlük savaş göstərir, kifayət qədər sərbəst fəaliyyət göstərə biliblər. Hələ biz bilmirik, bu rejimin içində kimlərlə təmaslar olub, baxmayaraq ki, keçmiş prezident və Xarici İşlər Naziri hal-hazırda ev həbsindədir.